çoxdandır bir sual vermək istəyirəm. Bu qolundakı sözün mənası nədir? Bu suka deyirsən. Ha? Bu suka mənası odur ki, sən unutma kimdir ana. Çizgi şeyler yazıp yapıştırmışsan hiç mənasızlar da bilinmir. Bak bu, boynundaki, nedir bu? Nedir bu mənası? Tıvar. Tıvarın mənası odur ki, tək varlıq atadır, razılaş. Bu sən bədənində naxolkalar var, onları bildim. İntihası bu sən qoluna yazıb, bu vedrə. M mənası nədir ki? Qılıba böyük dərinliklər var. Buyur. Ha. Bedri odur ki, vicdanım, etibarım dollara, rubla əyilməz. Buyur, hə, o bildim. Gel hocam. Bu boynun dalına yazılıb içərdə. Üç hərfli. Onun mənası nədir? Bu mənası odur ki, get özünü tanı. Allah, get özünü tanı ala.